Fermerlər Zərdab rayon icra başçısı Lütfəli Babayevin özbaşınlığına, qanunsuz əməllərinə etiraz olaraq azlıq aksiyasına başlayıblar. Uzun illər Zərdab rayon ərazisində qış otlaq sahəsindən qanuni icarə müqaviləsi ilə qoyunçuluqla məşğul olan fermerlərin otlaq sahəsini icra başçısı Lütfəli Babayev saxtakarlıq edib, prezidentin tapşırığı var deyib, fermer təsərrüfatlarını ləğv edib, yerində pambıq əkdirmək istəyir. 2 gündür polisləri, texnikaları və icra hakimiyyətinin işçilərini fermer təsərrüfatı sahəsinə cəlb edib, onlardan çıxmaq tələb edir ki, otlaq yer sahələri mütləq şumlanmalıdır. Pambıq əkmək üçün icra başçısı və qohumlarının qanunsuz əldə etdikləri minlərlə hektar torpaq sahələri var ki, boş saxlanılır. Bəziləri isə ancaq özlərinə məxsus mal qaralarına yonca əkirlər. Lütfəli Babayev özünə məxsus olan həmin boş saxladığı münbit torpaq sahəsində pambıq əkdirsə çox yaxşı olar. Mövcud olan 50-60 ilin fermer təsərrüfatını məhv edib yerində pambıq əkmək heç bir qanuna, məntiqə sığmır ki, bu ağılsızlığı Lütfəli Babayev edir. Əlimizdə icarə müqaviləsi sənədləri var deyən fermerlər işimiz ədalətli həll olmayana qədər acizlik aksiyasına davam etdirəcək. Otlaq sahəsinin əkilməsi yol verilməzdir. Zərdab rayon ərazisində pambıq əkmək üçün minlərlə hektar boş və münbit torpaq sahələri var. Sadəcə olaraq icra başçısı fermerlərdən istədiyi pulu almaq üçün bunu edir. Vəzifə sahiblərindən sui-istifadə edən Lütfəli Babayev öz yaxın qohumu olan Anar Kərimov adlı şəxsin adına saxta icarə müqaviləsi bağlatdırıb, çirkin oyunlara əl atıb fermerlərin qış otlaq sahələrinin əlindən almaq istəyir. Fermerlər bildirirlər ki, biz ləzgi milləti olsaq da Azərbaycanda doğulmuşuq, Azərbaycan vətəndaşlarıyıq. Azərbaycan bizim doğma yurdumuzdur. Azərbaycan tolerant ölkədir. Prezident cənab İlham Əliyev 2016-cı ili multikulturalizm ili elan edib. Ancaq Lütfəli Babayev isə 2016-cı ili pul, var dövlət talamaq ili elan edib. Bizi əzir. Lütfəli Babayevin qanunsuz fəaliyyəti ilə rayon sakinlərini bezdirib. Uzun müddətdir ki, bu vəzifədə olsa da rayonun yolları təmiz yara sala düşüb. Rayonda heç bir abadlıq işləri aparılmır, ancaq talançılıqla məşğul olur. Minlərlə hektar torpaq sahəsini özü və yaxın qohumları alıb, boş saxlayıb əkmirlər. İndi fermerlərə məxsus 60 hektar otlaq sahəsinə göz tikməsi çox məntiqsiz və qanunsuz bir əməldir. Onun necə adam olduğunun aydın göstəricisidir. Fermerlər bu barədə prezidentə, digər orqanlara ərizələr ilə müraciət edirlər. Görürsünüz 70 hektar Lütfəli müəllimin onun peçat möhürü imzası. Ayın əsaslı 2014. 2014. Mən Aşirov Valih Məcmədin oğlu 2014-cü ilin deməli mayın 2-sində sərəncam almışam. Sərəncam almışam, amma halbuki mənim sərəncamda deməli bu xəritəni dəqiq göstərməyib yeri. O da deməli özlərinə yinki saxlamaqdan ötürü ki, təkrarən bunlara müraciət eləyib, təkrarən mənim işlərimə düzəliş versin, ondan sonra deməli mənim işim qüvvədə olmalıdır. Burada nə işlə məşğul edirsiniz? Mən özüm burada qoyunçuluqdur, fermer. Burada deməli var bir 15-20 il. Dədəm göz açıb bu binədə olub, bu yataqda olub. 15-20 ildir özüm məşğulam bu təsərrüfatla. İndi də vəziyyət gəlib elə yerə çıxıb ki, deməli mənim məcbur qarşısına qoyub ki, mən belə təzyiq göstərir ki, sən buradan yığışmalısan, sən buradan yığışıb, ondan sonra bu yeri şumlanmalıdır. Möhtərəm prezidentimizin fərmanına görə ki, prezident deməyib ki, deməli, bu təsərrüfatı ləğv elə, pambıq əkilsin. Prezidentimiz deyib ki, harada boş torpaq varsa, gedib orada işimizi gör, oranı ək. Amma bu kişilər gəlib, deməli, kəstəm eləyir ki, yox, mümkün deyil, sən buradan çıxmalısan. Buradan deməli, sən köçməlisən, get binəndə... Sənədləriniz də var. Sənəd əlimdədir. Sənəd hamısı əlimdədir, amma mən... Sənəd hardan almışsınız? Sənəd icra başçı verib. Zərdab rayonunun icra başçısı verib, qol da var, peçat da var, təsdiq də olunub. Halbuki deməli, məndən 2 ildir bu sənəd məndədir. Mənim sənədimdə bu düzəliş vermir bura. Halbuki bir həftə deməli, bu adamlar, buranın pambıq əkmək istəyən adamlar gəlib indi, ortalığa çıxıb, onları bir həftənin içində onların sənədi təmiz düzüb qoşub. Onlar hər bir sənəddə hazır. Bəs sən niyə ünvan reisi xidməti sənəd vermir? Onların maddi marağı başqadır. O kişilər məni eşitmək istəmir. Neçə ildir buradasınız? Özüm 20 ilə yaxındır. Qoyunçuluqla məşğul. Sırf qoyunçuluqla məşğuldum da adi deməli mən banka girib. 78 dollar, 78 manat olanda mən banka girib 5000 dollar almışam ki, təsərrüfatımı artırım.
Gəldi dollar qalxdı deməli, o qalxan faizlə də təzədən dövlətin borcunu qaytarmışam ki, mən təsərrüfatımı artırmaqdan. Müqavilədə, yəni qüvvədə olduğu halda sizə deyilə buradan çıxın. Buradan çıxmalısınız deyir. Ya de yer o tərəfdən verir, hətta təklif edir ki, sənə lazım olsa binəni o tərəfə köçürdər. Arkadaş, mən tək adamam. Mən qoyun sağanda, mənim qoyunumun quzunun qabağında yoldaşım, gəlinim dayanır. O kişilər mənə göstərən yeri, o yer mənə qane eləmir. Təmiz binədən o izlət. Həmən binədədir, bu binədə deməli 2-3 fermirik biz. Hərəsinin qapında da 5-10 dənə it var. Mən təzədən deməli özümə bir çoban da yoldaş da tapmalıyam o fermerlərin çobanlarına ki, məni o itlərdən o izə ötürsün. Deməli vəziyyət gəlib çıxıb bu yerə. Müraciət eləmisiniz yuxarı orqanlara. Eləmişik. Müraciət eləmişik. Telegram vurmuşuq. Cavab verilib. Cavab verilib, amma icra hakimiyyətində bir adam var, Zərdab rayonu. Namiz adlı şəxs. O ki, nəyə onun maddi marağı nəsə bilmirəm. O deməli, o gələn məktubların cavabını vermir. Məktub cavabı, amma kvitansiyalar məndədir. Siz mətbuat vasitəsilə prezidentə müraciət. Prezidentə də müraciət eləmişik. Prezidentə də müraciət eləmişik, möhtərəm prezidentimizə. Ondan sonra Ramiz Quliyevə məktub yazmışıq. Məktubun cavabları da gəlib. Yuxarı başa Putinə də, Rusun prezidenti, o kişiyə də müraciət eləmişik. Telegram vurmuşuq. Dağıstan prezidentinə telegram vurmuşuq. İndi onların cavabını gözləyirik. Görək bu il nə nəticə verəcəksə. Amma bu işlərin bunlar ancaq zor eləyir ki, sən buradan çıxmalısan. Bu kişilər mənə kürmək istəyir buradan. Azdilli xalqı. Ona görə deməli bu kişilər özləri istəyən libo vaxtı eləyə bilir. Bizə deyir ki, siz yavaş-yavaş sığışın. Yığış buradan. Bunların sözündən bu çıxır. Mənə də neçə yerdən təkrara təzyiq gəlir. Mənə təzyiq gəlir ki, yığışmalısan buradan. Gətirib texnikanın zadını töküb bura hamısını. Ki, sən buradan yığış, buranı biz şumlayırıq. Mən bilmirəm, dövlətin vergini ödəmişik. Vergidən yayınmamışıq. İndi qalmışam belə. Muştaqov Rafəddin Ziyəddinoğlu bizim torpaqlarımızı 72 neçə dəfə icra hakimə, torpaq şöbəyə, bizə torpaq istəyəndə bizi torpaqlar verməyib, indi özgələrə verir, yerli cəmaata verir, pambıqdan ötər. Biz də qoyunçuluğu artır demişik, hörmətli prezidentimiz, biz də heyvandarlıqla məşğul oluruq. Bizə təklif eləməyib həmən torpağı götürüb kənd cəmaatına pambıqdan ötəri satırlar bu torpaqları. Biz də qalmışıq belə, binaya kimi satırlar. Biz indi hara köçməliyik, nə qalmalıyıq? Bizə deyir ki, köç burada. Pambıq əkmək istəyirlər burada. Pambıq əkmək istəyirlər binənin yan yörəsində. Siz neçə ildir burada işləyirsiniz? Biz təxminən 40-50 ildir həmişə bu binədə olmuş. Çoxdur da. Vergi verirsiniz ha burada. Vergini də veririk, hər şeyi ödəyirik. Pambıq əkməyə başqa torpaq yoxdur ki, belə buranı verir. Var, niyə? Uzaqdan versin də, biraz yaxındır ki, bu binənin qırağı olmaz axı. Buranı kim satıb? Bunları əvvəl bu torpağın müqaviləsi olan Nəsirov alim var idi, o satıb çıxıb gedibdi. Xanəməd Muştaqov. Mən gözümü açıb bu yataqda olmuşam. Torpaqlar, yəni biz qış torpaq heyvandarlığı qışlamaq üçün gəlib gedirik bura. Yayda Quba yaylaqlarına gedirik, Quba ərazisinə. Qışda bu qışlaqlara gəlirik. Gördüyümüz bu yataqda Valih Muştaqovun təsərrüfatı olur. Bunların öz torpaqları, öz heyvanlarına yetdik deyil. Bu müqavilə o vaxtı 96-cı ildə Nəsirov alimin adına götürülübdür. 8 nəfərlə bir yerdə. Yəni 8 nəfər iştirakı ilə bir insanın adından olub ki, Nəsirov alim o vaxtda qoyuna getməyib, Qəbələ rayonunda oturulmuş. Bu qoyunda olan vergisini, nə sənədlərə görə gəlib gedə bilməyib. Ona görə həmin adamın ünvanına olubdur bu torpaq, Nəsirov alimin. İndi Nəsirov alim bu torpağı istifadə eləməyib neçə ildir. Elə adı qalıb, bu insanlar heyvandarlıqla məşğuldur, gəlib gedirlər, heyvanı artırıblar. Nəsirov alim də buranı istifadə eləmədiyi üçün buraxıb. Buraxanda, yəni bu yoldaşlarına məsləhət eləməyib, yəni kim isə götürəcək, kim götürməyəcək. Biraz vəsait alıb bu Şilyan kəndindən, satıb onlara. Ağaçına Valihin evin arxasına. Təmiz torpaqdır bura, yəni xam torpaq. Əkin yerləri var aşağıda, əkin yerləri pambıq üçün əkilə bilər, aşağıda var.
Amma buranı götürüb xam torpağı veriblər. Onlar da buradan əl çəkmirlər. Yəni əkə bilərlər. Aşağıda bəlkə də 100 hektar əkin yararlı yer var. Arxlı, bərəli hər şey qaydasında su da gedir ora. İmeno buranı istəyirlər. Qanunsuz olaraq. Zərdab rayonuna da dəfələrlə müraciət ediblər. Zərdaba. İcra başçısına, adlarını mən bilmirəm. İcra başçısına, torpaq şöbəsinə dəfələrlə müraciət olunubdur. Küllü miqdarda vəsait istəyib bunlardan. Kasıb adamlardır. Vəsaiti rüşvət, bəli. Gücü çatmayıb. Bu gücü çatan verdiyi qədərini alıbdı. Keçən il Ağaşınov valih alıbdı 2 mayda. 6 mayda alıbdı. Köçə-köç vaxtına düşübdü. Bu katastrın sənədini götürə bilməyib. Onun üçün də indi bir ayın içində bu digər Anar adında bir Şilan kənd sakini bu torpağı icarəyə götürüb bir ayın içində bu sənədləri verib buna. Nə oldu ki bu sənədi 2 il bundan almış Ağaşınov valih verməyib, götürüb bu oğlana veriblər. İndi mən nə deyirlər, deyirlər çıxın buradan məcbur. İndi də polislə gəliblər, Zərdab rayon torpaq şöbəsinin işçiləri 4 dənə polis işçisi ilə gəliblər. Bizi zor tədbir eləyirlər. Sənədləri tam qaydasında deyil. Yəni ünvan göstərilməyib ki, İmeno bu yer əkilməlidir. Bunlar pambıq üçün bu yeri əkmək istəyirlər. Ünvan bu yer üçün dəqiq deyil. Biz də məcburuq ki, bu qonşumuzun köməyinə çataq. Biz mətbuat vasitəsilə prezidentə müraciət edib demək istəyirik ki, möhtərəm prezident bizim hayımıza çatsın. Rayımıza çatsın ki, bu torpaqlarımızı, xam torpaqları əhməsinlər. Xam torpaq 100 il əkiləndən sonra xam torpağa çevrilir. Bu torpaq əkilsə, şoran torpaqdır. Bura 100 ilə yaxın heç ot da bitməyəcək. Qəbələ rayon Lazaq kənd sakini Balakişi Rəfa Ziyadinov. Biz Zərdab rayon kənd təsərrüfatı üzrə heyvandarlıqla məşğul adamlarıq. Bizə verilən torpaqlar əsasında işimizi görmürlər. Sıxışdırırlar, az xalqlı millətik, ona görə də əlimizdən vura-vura alırlar. Götürüb texnika tökürlər, 60 hektar filan kəsə ver, 70 hektar filan kəsə ver, kimisə maraqları var burada. Mən xahiş edirəm, İmeno prezidentdən xahiş edirəm, bizim şəxsi işlərimizə, kənd təsərrüfat nazirliğindən xahiş edirəm. Gəlin bu işi araşdırın. Pambıqçılıqdan ötürü yer lazımdır, gedin boş yerlər var, gedin oranı əkin. Heyvandarlıqla məşğul olmaqdan ötürü heyvan yeridir. Bizə sərəncam verilib. Sərəncam Zərdab rayonu icra hakimiyyəti tərəfindən, Babayev tərəfindən verilib, Lütfəli müəllim Babayev tərəfindən. Verilib ki, kənd təsərrüfat üzrə heyvandarlığın artırılması və inkişafı üçün verilibdir. Amma indi gəlib Şilyan kəndində yaşayan cəmaət İmeno Demirxan müəllim, Elbrus kişi gəlib bizdən burada deyir ki, bu torpağı biz almışıq, filan şeydir, budur. Mən xahiş edirəm bu iş üzrə bu gün əkilən qeyri-qanuni şeylər də hamısı verənsizsə, sənət verənsizsə əgər 2014-cü ildə Ağaşınov valih alıb deyirik. Niyə ona xəritə vermirsiniz, gedib siz indi bu gün alanı verirsiniz 2016-cı ildə? Mən xahiş edirəm bu işi araşdırın, bu işi düzüb qoşmaq lazımdır, belə olmaz. Asaqlı milləti bizi sıxışdırırlar, imkan vermirlər yaşayaq, heyvanımızı saxlayaq dolanaq. Bundan heç kimin xəbəri yox. Var. Mən fermer təsərrüfatı rəhbəriyəm, həkməmçidir. Fermer, qanunluq fermer, pekatım, ştampım, hər bir şeyim öz yerində. Bu xam torpaq var, pambıq üçün deyil. Bu xam torpaq, bu maldarçılıq üçündür. İstifadə olunmayan torpağı pambıq üçün əkilə bilər. Babayev İlham Calaloğlu, Qəbələ rayonu Laza kəndi. Hörmətli yoldaşlar, Zərdab ərazisindən gəlib, Zərdab rayonundan bizim yerlərimizə 80-100 illərlə torpaqlarımız, babalarımız, kökümüz, əqidəmiz bütün buralarda yaşamışıq. Bu torpaqlarda heyvandarlıq sahəsi ilə məşğul olmuşuq. Hal-hazırda bəzi məmurlar bizə imkan vermir ki, yaşayaq. Torpaqlarımız erməni tərəfindən alınır. Yaxşı, torpağımız erməni tərəfindən alınırsa biz burada gəlib bir-birimizlə niyə münaqişə aparaq? Torpaqlarımızı Zərdab rayon ərazisindən Lütfəli Babayev müəllim 50 dəfə, 100 dəfə kənd çobanları ərazidəki heyvanları başsız buraxıb, vaxt olub heyvanlara caqqal canavar da soxulub. İşlərini buraxıb sənəd dalınca gedir, deyir sənəd mümkün deyil. Sənədi vermək olmaz. Amma hal-hazırda deyir pambıq sahəsi üçün burada 60 hektar yer ayırmışıq, onu əkməliyik. Hətta bizim qanun keşikçilərimiz də yer yox, valihin orada yer yoxdur deyir. Promoy bizə belə deyir.
Bu yer əkilməlidir, bu yer filan kəsindir. Bu yer deyir, Elbrus əkməlidir yeri. Əzizim, belə olan halda bəs biz nə etməliyik, hara müraciət etməliyik? Hörmətli prezidentimiz, ulu öndərimiz, Allah rəhmət eləsin, keçmişdə az saylı xalqlara rəhmətlik çox böyük hörmət qoymuşdur. Ali Baş Komandan prezidentimiz İlham Əliyev cənabları hal-hazırda az saylı xalqlara çox böyük hörmət eləyir. Azərbaycanda yaşayırıq, Azərbaycan vətəndaşıyıq. Amma belə çıxır ki, biz hal-hazırda Azərbaycan vətəndaşı tərk eləməliyik. Çünki gəlib Zərdab rayon ərazisindən polis nəyə lazımdır? Biz dava salırıq, biz münaqişə aparırıq. Polisi tökübdür bura, icranın birinci mavini, adı yadımda deyil. Gəlib onun ağzında dayanır, bunun ağzında rüşvət alıb, nə alıb, bunu bilən yoxdur. Biz qalmışıq belə, hara müraciət etməliyik, kimə deməliyik? 80-90 yaşında kişi səhərdən isti havada, 12 yaşından biz bu ərazilərdə olmuşuq, buralarda böyümüşük. Hətta təhsilimizi də burada almışıq. İbtidai siniflər olub buralarda. Mərkəzi binəmiz olub orada. Hal-hazırda da oradadır. 30-40 ailə yaşayırıq bu qoşa binədə. Bəs siz gətirib pambığı evin dalında bu pambığı salsaz, sabah pambıq becərildi. Mən danamı, malımı, qoynumu hara aparmalıyam, nə etməliyəm? 306 hektar təxmini bizə yer göstərilibdir. Kartada cızılıbdır. Bəs yaxşı, bu karta cızılıbdır. Bu sənədi icra başçı Lütfiyar Babayev verib. Bu qanunu deyilsə, bunun peçat niyə vurmusunuz? Yaxşı, onun sənədi hazırdır, deyir, yox, o kişinin sənədi kadastro da hazırdır, o birisi də hazırdır. O necə olur, bir günə hazır olur. Biz aylar 2014-cü ildə götürülmüş sənəddə, deməli, kadastr yox, nə bilim, nə yox, sərəncam almışıq. İldə vergimizi köçürdürük. Bunun baş açılası deyil. Mətbuat vasitəsilə biz prezidentimizə müraciət edirik. Bəzi icra başçıları yalan danışırlar. Məmurlar yalan danışırlar. Torpaqları satırlar, özləri üçün fermalar açılıb. Yaxşı, bu fermalar açılıb 300-400 hektar yerlərimiz var. Pambığı aparırız, əkiz, öz heyvandarlıq sahələri üstə də. Niyə gəlib, məsəl üçün, bizim 300-400 hektar yerlərə soxulursunuz, qanunsuz özdə, icazəsiz. Biz xahiş edirik ki, hörmətli prezidentimizə müraciət edəcəyik. Lütfiyar Babayev yoldaş bu qanun çərçivəsində prezidenti allatdığı üçün ona cavab verməlidir. Sərəncəmdə məsələ, bu qartı nədir bilmirəm mən. Sərəncəmdə bu icra imanı Puçat, Qulu, 25 illik müqali məsələ, bu da qavul bağlayıb, nədə torpaq. Bu məcbur bizdən alır sənəcəm, bu özdə mənim öyün üçü.